qonağın Petuh, aparıcın Petuh, prodüserin Petuh, stilistin Petuh, parikmakerin Petuh. Nə bilim, hamı Petuh. Kimdən gəlib oturasan, kimdən söhbət eləyəsən, kimdən verilişə çıxasan, nə haqda danışasan. Mən verilişlərdə oxumuram. Mən verilişə çıxıramsa əgər, mən ifam rapdir, mən hip-hopu təmsil edirəm. Mən efirdə çıxıb insan olmayan yerdə hansısa kameranın qabağında yəni 5 yaşımız yoxdur da, məktəbdə oxumuruq axı. Yəni klip çəksək, yenə də 2 kamera, 3 kamera, 5 kamera fərqi yoxdur, mən işləyərəm. Amma veriliş olaraq mən adətən üstünlük verirəm danışmağa. Danışmaq da nədən? Pox yiyib cavanlıqda bir dənə nəsə narkotik teması olub. Bugünə kimi o temanı siz çürüdürsünüz. Maraqlı deyir da bu, insanlara başqa şeylər maraqlıdır. Bu temanı artıq bilirlər. Oldu, keçdi, oldu, nə bilim, və digər səbəblər və temalar, mövzular. Nə qədər onları çürüdməyə, bu eyni şey. Nədənsə danışın, o qədər problemlərimiz var, o qədər, nə bilim, yaxşı xalq artistləri danışmır, əməkdar artistləri danışmır. Və sənə deyən yox deyir, nəyisə pisdə, gündəmi pisdə, dövləti pisdə, nəyisə pisdə. Yox, hər şey əladır. Zamanı da əladır, dövlət də əladır, hər şey əladır. Sadəcə olaraq bizim sahədə, bizim təmsil etdiyimiz sahədə. Mən axı sistemdən danışa bilmərəm. Mən axı alim həyatından, alim aləmindən, Elmlər Akademiyasından danışa bilmərəm. Mənim sahəm mədəniyyətdir, mənim sahəm musiqidir, mən musiqi haqqında danışıram.